Hər kəsə salam. YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Çox təəssüflər olsun ki, bu gün yenə də sizin qarşınıza gecikmiş bir vloqla gəlmişəm. Yəni vloqu 2025-ci ildə çəkmişəm, amma paylaşımı 26-cı ildə eləmək mümkün olub. Bu aralar qızlar biraz telefonumla bağlı problem var. Çəkilişlərimi eləyə bilmirəm. Açıqcası, yəni sırf problem texnikidir də, yəni texniki problemdir belə deyim. Yoxsa həqiqətən də videolar falan var. Bunları editləyib paylaşa bilərəm. İnşallah ki, yaxın zamanlarda telefonumu dəyişəcəm. Onda yəqin ki, normal öz axarına düşər, yəni paylaşımlarım. Deməli qızlar, yəqin ki, artıq sizə məlumdur, mən iş yerimdəyəm. Bu artıq bizim universitetimizdə bir adətə, ənənəyə çevrilib ki, hər il Milad bayramı ərəfəsində belə Milad yarmarkaları təşkil olunur. Hər dəfə Alman dili kafedrası var, onlar təşkil eləyirlər. Bu il amma bir dəyişiklik də olub, fransız dili kafedrası da onlara qoşulub. Alman dili kafedrasının təşkil etdiyi, yəni stollardan yığılan pul, yəni gəliri aşağı olan bir ailənin tələbə övladına veriləcəkdir. Amma fransız dili kafedrasına aid olan stollardan gələn gəlir isə qocalar evinə bəxş olunacaqdır. Yəni bundan hamısı artıq yerinə yetirilibdir. Keçən səfər statuslarda gördüm. Fransız dili kafedrasının nümayəndələri artıq qocalar evinə ziyarətə gediblər. Yığılan məbləği onlara artıq yəni bəxş eləyiblər. Yəni belə stendlər var idi. Bu stendlər isə məsəl üçün aksesuar, broloq, belə şeylər satılırdı. Uşaqlar özləri bişirib gətirdikləri təamları satırdılar. Mən məsəl üçün həmin günü ümumiyyətlə özümlə yemək aparmamışdım. Elə buradan alış-veriş etdim. Həm dedim, yəni savaba girmiş olarıq bayram qabağı. Həm də ki, tələbələrin də könlü xoş olar. Yəni onlar üçün də hansının stendinə yaxınlaşıb nəsə alanda onu belə deyim də uğur kimi qəbul eləyirlər. DJ gətirmişdilər, uşaqlar qəşəng əyləndilər. Biz də əyləndik. Demək olar ki, arada yəni hava çox soyuq idi. Arada düşürdük, qalxırdıq. Belə bir əlfəcin aldım. 1 manata idi qiyməti. Elə kitab var əlimdə, oxuduğum kitab, onun arasına qoydum. Yəni dediyim kimi qida, qeyri-qida məhsulları, az işlənmiş hansısa bir əşyalar gətirmişdilər tələbələr, kitablar var idi satışda. Bunlar isə bilinçiklərdir. Bilinçik almışdım. Dediyim kimi düşürdük, qalxırdıq, arada getdik, tələbələrə qoşulub mahnı dinlədik, rəqs etdik. Almalı piroq almışdıq, daha sonra staliçin salat almışdıq. Yəni bunların hamısı evdə bişirilib gətirilmişdi. Alınma şeylər də var idi, amma daha çox bişirilmiş, yəni evdə bişirilmiş təamlar var idi. Mən hər il bu yarmarkada mütləq iştirak eləyirəm. Bu arada qızlar, kompüterimi də yeni il temasına keçirtmişəm. Axırıncı səfər düşəndə fransız dili kafedrasının stendindən belə bir boyama seti aldım. Bunu tələbələrimizdən biri özü hazırlayıb, qəliblərdə gildən hazırlayıbdı. Mehrin üçün aldım. Həm də həmin günü bizə bir hədiyyə gəldi qızlar. İş yoldaşım ilk yeni il hədiyyəmi vermiş oldu. Belə bir ulduz formasında yeni il temalı padnusuydu. Ondan öncəki günü də dırnağımı düzəltdirməyə getmişdim. Dırnaqlarımı da sizə göstərdim. Uzun müddət idi ki, eləmirdim. Yəni bu günlərdə bizim kafedrada çox tədbirlər oldu. Bayramla əlaqədar olaraq, həm də ki, xətrinə çox istədiyimiz digər bir laborant yoldaşımız var, Gözəl. Onun ad günü idi. Biz 4-5 nəfər yığışıb onu təbrik elədik. Belə bir yeni ilə uyğun ekibanı düzəltdirmişdik. O da bizə sağ olsun San Sebastian almışdı. Kiçik də olsa onun ad gününü qeyd etmiş olduq. Növbəti gün isə qızlar öz aramızda hədiyyələşməmiz oldu. Bu Secret Santa deyil. Bu, yəni açıq-aşkar Santadır. Qətiyyən sekretlə əlaqəsi yoxdur. Əslində mən belə bir paylaşım keçən ildə etmişəm sizinlə. Bəlkə də bəzilərinizin yadındadır.
Biz əvvəl 3 nəfər idik. Öz aramızda, yəni birimiz digər ikimizə hədiyyələr alırdıq, hədiyyələşirdik. İndi bu il sayımız artıbdı. Artıq 4 nəfərik. Yəni birimiz digər 3 nəfərə hədiyyə almış oluruq. Sekret Santa deyil, ona görə ki, çünki biz bir-birimizə ehtiyacımız olduğumuz əşyaları deyirik. Yəni onları alırıq da. Məsəl üçün kimi kosmetik vasitə istəyir, kimi nə bilim tutanda kaşalok, nə bilim kitab, nə oldu. Amma məbləğimiz 20 manat həcmində olur. Yəni 20 manatdan o tərəfə keçmirik çox vaxt. Yəni açıqcası ildə 2 dəfə bunu eləmiş oluruq. Bir dəfə 8 martda, bir dəfə də yeni ildə. Amma bu səfər qızlara demişəm ki, qızlar gəlin 8 martda tamamilə yəni dəyişək də, stilimizi dəyişək. Kim kimə nə istəyir onu da hədiyyə alsın. Bu arada qızlar, bu kitablar mənimdir. İş yoldaşım Dürdanə xanım alıbdı. Tehranın damları, bir də Qorxulu Tehran kitablarını xahiş eləmişdim ondan. Sağ olsun, o da alıbdı. Oxunmamış çox kitabım var. İnşallah ki 2026-cı ildə onların hamısını oxuyacağam və özümə söz vermişəm ki, oxuyub bitirməyincə növbəti bir kitab almayacağam və yaxud da kimdənsə kitab hədiyyə istəməyəcəm. İnşallah ki sözümə sadiq qalaram. Düşünürəm ki, yəni hamısını oxuyub qutarsam, ondan sonra yavaş-yavaş tədricən istədiyim kitablar var, onları alaram. Bu da növbəti hədiyyəmdir, Əsmərdən gələn hədiyyəmdir. Bu hədiyyəni açığı TikTokda görmüşdüm, bu səhifəni, yəni TikTokda görmüşdüm. Özümə almaq istəyirdim. Daha sonra Əsmər dedi ki, elə mən sənə bunu hədiyyə etmiş olum, öz istədiyim bir şey olsun. Kitabxanama belə bir aksesuarda Ayselin kitabxanası deyilən bir miniatür kitabxana idi. İçində də Dan Brown'un əsərləri, yəni miniatür kitablarını qoymuşdular. Çox gözəl hədiyyə idi mənim üçün. Biz bir-birimizlə hədiyyələşirik, digəri iş yoldaşlarımız da sağ olsun bizim çəkilişimizi eləyirlər. Yəni hədiyyələşən 4 nəfər biz daimi kafedrada oluruq. Yəni inzibati işçi olduğumuz üçün daimi kafedrada oluruq. Evdəkilərdən çox demək olar ki, bir-birimizlə daha çox vaxt keçirmiş oluruq da qızlar. Yəni ona görə kiçik də olsa bir-birimizə nəsə xatirə belə almaq həqiqətən də xoşdur. Gözəl təsir bağışlayır. Onsuz da kifayət qədər problemlərin içindəyik. Yəni bir bayram var. Onu da haqqını verə-verə fikirləşirəm ki, qeyd eləmək lazımdır. İndi bir bayram deməyim, çox bayramlarımız var, amma nəsə mən hədiyyələşmə prosesini yeni ildə daha çox sevirəm, açıqcası. Ona görə də bu qaydamıza belə deyim də çalışırıq ki, sadiq qalaq. Bu da növbəti hədiyyəmdir. Bu hədiyyəni də gözəl mənə almışdı. Ehtiyacım olan bir şey idi. Özüm demişdim, özüm xahiş eləmişdim. Mənə makiyaj fırça seti almışdı. Çoxdan idi ki, nəzərimdə var idi. Açığı biraz da araşdırma eləyirdim ki, hansı daha yaxşıdır. Çünki arada bir dəfə aldım, qızlar heç yəni yaxşı çıxmadı. Bütün tükləri töküldü, yəni yaxşı olmadı da. Ona görə də belə araşdırırdım, eləyirdim. Elə sonra gözəl özü təklif elədi ki, ehtiyacın olan odur, mən də sənə onu alım. Bu mənim məsəl üçün Əsmərə olan hədiyyəmdir. O da bir Trendyolda köynək görmüşdü. Onu onun üçün aldım. Yəni hamımızın hədiyyələrimizdən xəbərimiz var. Amma çox qəribədir ki, yenə də o hədiyyələri bir-birimizə büküb gətirmişdik. Nə bilim, indi öz aramızda belə zarafatyana bir şeydir də, amma həqiqətən yəni digər iş yoldaşlarımız biləndə ki, bizim aramızda belə bir şey var, həqiqətən çox bəyəndilər bu ideyanı ki, yəni ömürlük xatirinizdə, yadınızda qalır da bir-birinizdən kiçik bir şey də olsa. Bu da mənim Dürdanə xanıma olan hədiyyəmdir. Bu çox gözəl bir şeydir qızlar. Yəni makiyaj masasının üstünə qoyub müəyyən əşyaları içinə qoymaq olar. Onu da özü istəmişdi. Bu isə gözəl olan hədiyyələrimdir. Ona isə kitab almışdım. Özü demişdi ki, kitab al, amma açıqcası seçimləri mən özüm etmişəm. Oxuduğum əsərlərdir, tanış olduğum kitablardır. Gözəl də mənim kimi çox kitab oxuyandır. Ona Nadiyə Muradın Sonuncu qız, bir də Xalid Hüseyninin Min Möhtəşəm Günəş kitablarını almışam. Bir də o Harry Potter
kitablarını, əsərini sevir. Ona uyğun bir dənə bir əlfəcini almışdım. Bu da hədiyyələrimizin ümumi görünüşüdür. Həqiqətən də çox qəşəng, ürək açan görsənir. İnşallah ki 8 martda da belə bir hədiyyələşməyimiz olacaq, amma bu səfər dediyim kimi stilimizi dəyişəcəyik. Tamamilə, yəni kim kimə nə istəyir, onu da alıb verəcək. Əslində o cür olanda daha yaxşı olar. Qarşındakının da zövqünü bilmiş olursan ki, o nə cürə şeylər sevir. Nəysə belə hədiyyələşməyimizi də elədik, bitirdik. Həmin günü ümumiyyətlə biraz belə yəni dərslər də artıq qurtarmışdı, boşluq idi. Oturduq, yaxşı-yaxşı söhbətlərimizi elədik. Çay içdik. Bu da növbəti hədiyyəmdir qızlar. Həmin gün mən 2 dənə hədiyyə almış oldum. Bunu da digər bir iş yoldaşım sağ olsun mənim üçün alıb gətirmişdi. Transparan pudradır. Nəysə qızlar, bu bizim iş yerimizdən olan növbəti bir xatirələrimiz idi. Sizinlə bölüşmək istədim.